Salam, hər vaxtınız xeyir. 5 nömrəli deməli sualda martın 20-si 25-də Avropa Film Festivalı baş tutacaq Berlində. Yeni film, 15 müxtəlif ölkədən olan yeni film göstəriləcək. Biletlər də deməli bütün kinoteatr ofislərində belə deyək, əlçatan olacaq. Yəni oradan alına bilər. Deməli, A bəndində deyir ki, film festivalı Berlində baş tutacaq. Bayaq demişdik ki, take place ilə held bir-birinə sinonimdir. Take place də baş tutmaqdır. Held də keçirilmək, baş tutmaq bu mənadadır. Elə cavabımız olur A bəndi. Bəs digərlərində nə deyir? Deməli, festival sadəcə Alman filmləri, amma burada deyir ki, 15 ölkədən olan yeni filmlər göstəriləcək. Girişdir festivala pulsuzdur, amma xeyr, burada deyir ki, ticket, biletlər ala bilərsiniz. Deməli, giriş pulsuz deyil. Sonra D bəndində deyir ki, festival 2 həftə last davam edəcək, amma burada neçə? 20-si 25 aralığıdır. Festival apreldə baş tutacaq. Burada nə deyir? Martda deyir. Ona görə elə cavabımız olur A bəndi. 6-cı sualda deməli deyir, salam Tom, mən həqiqətən də sənin deyir, tarix notlarını mənə verdiyinə görə deyir ki, bunu qiymətləndirirəm də. Onlar çox faydalıdır test üçün bugün. Yenidən təşəkkür edirəm. Məktubu da yazıb Ben. Deməli, A bəndində deyir ki, Ben göndərdi Toma öz tarix notlarını. Amma xeyr, Tom veribdi ona, burada deyir. Və Ben də ona məktub yazıb təşəkkür eləyir. B bəndində deyir ki, Tom borca götürübdü Benlə. Tom borca götürməyib. Tom, bu Tom kimə ki məktub yazılıb, o veribdi özü. C-də deyir ki, Ben təşəkkür eləyir Toma. Bəli, burada deyir ki, təşəkkür eləyən appreciate qiymətləndirir, təşəkkürünü bildirir. Cavab olur elə C bəndi. Sonra 7-də əziz Sara, mən deyir üzgünəm ki, yəni üzr istəyirəm, üzgünəm ki, I couldn't help you, sənə kömək edə bilmədim sənin bu layihəndə dünən. Mən deyir yaxşı hiss etmirəm özümü və xoşbəxt I'll be happy, xoşbəxt olacağam ki, help you today after lesson, dərsdən sonra bu gün sənə deyir kömək etsəm, xoşbəxt hiss eləyəcəm özümü. İndi baxaq nə deyir. Deməli, məktubu Lili yazıbdı. Kimə yazıbdı? Saraya yazıbdı. A'da deyir ki, Sara Lili'dən üzr istəyir. Xeyr, Sara Lili əksinə ondan üzrxahlıq edirdi Saraya kömək eləyə bilmədiyinə görə. A bəndə buna görə yanlışdır. B-də deyir ki, Lili izah edir, nəyə görə Saraya kömək edə bilmədi? Bəli, izah eləyir ki, sənə kömək edə bilmədim, özümü pis eləyirəm. C bəndi deyirəm, B bəndi olacaq. C-də deyir ki, Lili istəmirdi ki, bu layihəni eləsin. Bu haqda heç bir məlumat verilmirdi orada. D-də deyir ki, Sara Lili'nin köməyindən imtina elədi. Xeyr, Saraya yəqin ki, əvvəl söhbətlər necə olubsa, Lili ona kömək etməliymiş, amma edə bilməyibdi. E-də deyir ki, Lili bitirdi layihəni tək. Burada da layihəni tək bitirdi, bitirmədi, necə oldu? O haqda işte danışmır, amma ümumiyyətlə layihəni işləyən Sara idi. Lili deyil idi. Cavab ona görə olur burada B bəndi ki, Lili izah eləyir, necədir kömək, nə üçün kömək edə bilmədi. Sonra mətnimizdə deməlidir ki, kivi Yeni Zelandiyanın milli simvollarından biridir. Oflu ifadəni həmişə sondan əvvələ gəlib tərcümə eləyin və göstərir Yeni Zelandiyanın pulunun üzərində göstərilir. Sonra also baxmayaraq ki, bu qeyri-adi quşlar yaşayır only sadəcə Yeni Zelandiyada. Həmişə belə ifadələrin altından xətt çəkin ki, onlar bizə daha çox lazım olur. Və məşhurdur bütün dünyada. Kiwi kiçikdir, ölçüsü chicken cücə boydadır. Əksər quşlardan unlike, fərqli olaraq kivilər cannot fly, uça bilmirlər. Əvəzində onların güclü ayaqları var ki, kömək edir onlara qaçsın sürətlə. Meşə döşəməsi boyunca, yəni meşə boyunca belə deyək. Onların qəhvəyi lələkləri daha çox oxşuyur hair tükə, normal quş lələklərindən. Yəni normal quş lələyi kimidir, onların deyir o tükləri heyə, saça oxşuyur. Sonra kivilər əksərən aktiv olurlar gecə.
onların xüsusi iyi bilmə sensorisimin, iyi bilmə qabiliyyəti var, hansı ki kömək edir onlara axtarsınlar qidanı qaranlıqda. Kivilər həmçinin istifadə edirlər öz uzun dimdiklərini, qassınlar deməli torpağı və tapsınlar kiçik yaratıqları, yəni məxluqları, qurd və yaxud da ki həşərat kimi məxluqları. Əksər anlayıq quşlardan fərqli olaraq kivilər yeni yuva tikmirlər ağaclarda. Ümumiyyətcə, yeni söz yoxdur, yuva tikmirlər ağaclarda. Əvəzində onlar yerdə dəlik hazırlayırlar. Dişi kivilər ən böyük yumurtalarından birini qoyur, compare to its body size və öz deyir bədəni ilə müqayisədə ən böyüyünü, yəni. Hər iki valideynlər yumurtanın qayğısına qalırlar. Nə vaxt ki oradan, demək yumurtadan bir cücə çıxacaq, o vaxta kimi onun qeydinə qalırlar yumurtanın. Sonra bugün kivilər nəsli kəsilməkdədir. Ovçuluğa görə, öz yaşayış yerlərini itirdiklərinə görə, yırtıcılar, pişik, daha sonra it və pişik kimi yırtıcılara görə Yeni Zelandiya yaradıbdır öz qoruyucu ərazisini, hardakı kivilər təhlükəsiz bir şəraitdə yaşaya bilir. İnsanlar həmçinin çox çalışırlar ki, qorusunlar kivi sakinlərini, deməyək də, kivilərin belə deyək və artırsınlar onların sayını, əhalisini. Biraz əhalisi düz çıxmır, yəni sayını. Deməli, A bəndində mətn nə haqqında deyirdi? Bildik ki, mətn quş haqqındadır. Yəni, ümumi bir məna verməliyik buna. Adı deyir ki, kivilərin lələklərinin rəngarəng lələkləri yox. Heyvanlar hansı ki, uzaq məsafələrə uça bilirlər. Əksinə, orada kivilər heç deyirdi, uça bilmir. Ciddi deyir ki, dünyada largest bird, ən geniş yayılmış quşlar. Deyir də nə deyir? Largest burada ən böyük quş mənasındadır. Yox, bu olmaz. Deyir ki, xüsusi quş hansı ki sadəcə Yeni Zelandiyada tapılır. Normalda demişdik ki, only harda varsa adətən səhv çıxır. Amma diqqət elədirsə, bayaq mən burada only sözünü işarələdim. Çünki burada bir dəqiqə hardaydı o? Deyirdi ki, sadəcə Yeni Zelandiyada yaşayır. New Zealand burada deyil idi. Aha, burada bu qeyri-adi quşlar only sadəcə Yeni Zelandiyada yaşayır. Elə ona görə cavabımız burada da olacaq D bəndi. Çünki deyir, elə bir quşdur ki, sadəcə Yeni Zelandiyada ona rast gəlinir. Kivilərin yumurtası qeyri-adidir, çünki extremely large, çox böyükdür. Bəli, burada da deyir, bədəninə görə, onun bədəninə görə, bir dəqiqə, aha, onun bədəninə görə its body size compared müqayisədə çox böyükdür yumurtaları. Elə cavab onda olacaq A bəndi burada. Sonra nə üçün kivilər qandan, nəyə görə elə bir ki, kivilərin o sayı azalıbdır, down, yəni aşağı düşübdür. Çünki insanlar istəyirdi qorumasın onları. Xeyr, burada əslində özü verir da nəyə görə olur. Deyir ki, nəyə görə? Because of hunting, ovçuluğa görə, endangered, yəni nəsli kəsilir. Yaşayış itkisinə görə, bir də it, pişik kimi o yırtıcılara görə. Onda neçənci suala baxırdıq, nəyə görə baxaq, bir dənə olacaq. B bəndində deyir, aha, B bəndi olacaq elə. Yırtıcılara və habitat loss, öz yaşayışlarını itirdiklərinə görə. 11-ci sualda true, doğru variantı deyir. A-da kivilər deyir, qısa məsafəni uça bilir. Xeyr, ümumiyyətcə deyir, uça bilmirdi. B-də deyir ki, kivilər böyük quşlardır. Xeyr, kiçik quşlardır. Özü qartallar kimi, heç qartal haqqında orada məlumat yox idi. Sadəcə bitki yeyirlər. Yox, amma deyir də qurd da yeyə bilir. D bəndində deyir ki, all over the world, live all over the world. Yox, bütün dünyada yaşayır. Yox, məncə burada deyən necə vermişdi onu. Aha, biraz çaşdırıcı məqamdır. Bax, burada deyir ki, it's famous, bütün dünyada məşhurdur. Demir, bütün dünyada yaşayır. Onun sadəcə yaşadığı yer haraydı? Yeni Zelandiya. Ona görə burada D bəndimizdə səhv olacaq. Burada deyir ki, bütün dünyada yaşayır. Yox, yaşadığı yer bir dənə Yeni Zelandiyadır. Y bəndində deyir ki, axtarırlar qidalar during night. Bəli, bu var idi orada. Bircə dəqiqə yerini göstərim təkrarən. At night sözü. Aha, kivilər. Bircə dəqiqə. Kivilər deyir, aktivdirlər gecə. Onların yaxşı iyi bilmə qabiliyyəti var. Bu da onlara help system kömək edir ki, axtarsınlar qidanı in the dark, qaranlıqda. Elə cavabımız 11-də olacaq. Y bəndi. Sonra 12-ci sualda bizdən doğru variantı istəyir.
Kivilər gün ərzində aktivdirlər, amma bayaqki oxuduğumuz cümlədə deyirdi gecə, ona görə biri yanlışdır. Kivilər yüksək ağaclarda öz yuvalarını tikir, amma bayaq deyirdi ki, onlar torpaqda eləyir. 3-də deyir ki, kivilər Yeni Zelandiyanın simvoludur. Bu doğrudur. Kivilər çalışır ki, insanlar çalışır ki, kiviləri qorusun. Bu da doğrudur. Çünki burada deyir Yeni Zelandiya ərazisində artıq onlar üçün qoruyucu ərazi yaradılıbdır. 5-də deyir ki, kivilər öz dimdiklərini digər quşları qorxutmaq üçün istifadə edirlər. Bu yanlışdır. Kivilər çox ölkələrdə rast gəlinir. Yox, bayaqdan neçə dəfə təkrar etmişik. Sadəcə Yeni Zelandiyada onlara rast gəlinir. Sonra 13-cü sualda diqqət eləsəz, burada wrong, yanlış variant istəyir. Yanlış variantımız tiny balacadır. Extremely small, bu doğrudur. Furious qıcıqlandırıcıdır. Extremely hungry-dəki çox ac deməkdir. Elə cavab olacaq B bəndi. Bu yanlışdır. A person who lives in a village. Kənddə yaşayan adam. Kənddə yaşayan adam nə olur? Villager, kəndli. Sonra 15-ci sualda 15-ci sual apologize, üzr istəmək. Apologize to ilə də olurdu, for ilə də olurdu. Yadda saxlayın, to ilə olanda özündən sonra canlı olur. Yəni kiməsə qarşı elə bir ki, üzr istəmək. Amma for olanda hansısa səbəb üçün, nə üçünsə, yəni cansız bir şey üçün üzr istəmək. Ona görə cavab olur elə C bəndi. Sonra demişdik, is, are, was belə görəndə nə olur? Bu mübtəda xəbər uzlaşması olur. Mübtədamızda nöqtəyə qədər olan hissədə xəbəri variantdan biz tapacağıq. Demişdik, mübtəda yəlik əvəz, daha doğrusu üzr istəyirəm, yəlik hallan ifadə olunubsa, ondan sonra gələn ismə baxırıq. Shoes cəmdir deyə xəbərimiz olacaq cəm. Will-dəki həm tək xəbər, həm də cəm xəbər sayılırdı. Sonra 17-də all-shot-la shot bir-birinə sinonimdir. Çıxdıq, yerdə qalanı qalsın. Onlar oynamadılar futbol, yağış yağırdı. Niyə? Çünki olacaq. Onlar futbol oynamadı, çünki yağış yağırdı. 18-ci sualda modal qaydası B-si yoxdur, yanlışdır. Should-dan sonra to olmalı değildi. Able-ın to'su yoxdur deyə yanlışdır. Burada da cümlədə any var. Any özündən əvvəl inkar istədiyi üçün cavab olur B bəndi. 19-cu sualda hansı modala çevrilə bilər? Yadda saxlayın. Bax, cümlədə birinci gəlir mübtəda. Sonra gəlir xəbər. Xəbərdən sonra, xəbər nədir? Yəni feildən sonra ad, isim, bir də əvəzlik varsa bu cümlələr məhcula çevrilə biləcək. İndi baxaq, burada was xəbərdir. Xəbərdən sonra burada isim ya ad var, burada xeyr, sifət var. Deməli, bu məhcula çevrilə bilməz. Sonra feil verib, feildən sonra lights isim verib, deməli bu məhcula çevriləcək. Arrested feil verib, feildən sonra adam sözü isim verib, deməli bu da məhcula çevrilə biləcək. Amma burada rose feil, feildən sonra söz önü gəlib, bu məhcula çevrilə bilməz. Cavab ona görə olur 2, 3. 20-ci sualda baxaq, last night ötən gecə sadə keçmiş zamandır. Sadə keçmiş zaman b-da var, bir də d-da var. Amma end olanda dedik hər tərəfə eyni zaman veririk. Ona görə cavab olur d bəndi. Sonra 21-ci sualda old painting. Painting rəsm deməkdir. Sayıla bilən isimdir. O ilə dediyinə görə ən olar yəqin ki burada. In museum, muzeydə, bu da olacaq in the museum. Yəni hər ikisinə artikel veririk. Possessive case, yəlik hal istəyir. Hər iki adama apostrof verilibsə, burada gələn isim cəmdə olmalıdır, ona görə A düzdür. Apostrofdan sonra Z gəlib olmaz, əvəzlik gəlib olmaz, taken feil gəlib olmaz, veri gəlib, bu da yəlik hal sayılmır. Sonra 23-cü sualda strong güclü deməkdir, onun opposite. Opposite nə idi? Əks mənalısı, yəni antonimi. Güclünün antonimi olacaq weak, zəif, yəni A bəndi. 24-də sinonim cütlüyünü soruşur. Lazy, tənbəl, aktiv, fəal, bu olur antonim. Foolish, axmaq, stupid, axmaq. Elə cavab olacaq B bəndi. Sonra gəldik 25-də ayrıcı sual. Ayrıcı sual dedik, bura təsdiqdirsə, vericidən sonra verməliyik inkar. Ona görə 4 getdi. Cümlədə demişdik, əmizar varsa, əmizarın özünü istifadə eləyəcək. Yoxdur deyə istifadə eləmirik. İndi let niyə belə oldu? Birinə don't, birinə didn't. Let 3 forması da eynidir. Demişdik ki, he, she, itdə. He, she, bir də itdə. Feilin axırında s varsa, indiki zamanda do, does. Feilin axırında s yoxsa, keçmiş zamanda did. Amma bunu biz he, she, itə aid eləmişdik.
Bəs mübtədamız burada parents kimi olanda nə olur? Bu parents olanda avtomatik biz bunu əvəzləyə dəyişəndə they eləyirik. They olanda biz bunu şəxsə görə dəyişmirdik. Ona görə də avtomatik olaraq bunu elə let indiki zaman kimi də düşünə bilərik. Bunu keçmiş zaman kimi də düşünə bilərik. Yəni indiki zaman kimi düşünsək don't verəcəyik, keçmiş kimi düşünsək didn't verəcəyik.